kişi handbolçuların Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib. Maraqlı görüşlərin birində Qarabağ və Kür komandaları üzə gəliblər. AFF Arenada təşkil olunan qarşılaşmanı beynəlxalq dərəcəli referi Ələkbər Ağaçiyevlə Ləman Həmidova idarə edib. Oyun hakimi inspektoru isə Avropa Handbol Federasiyasının nümayəndəsi İskəndər Əsgərov olub. İlk turun Mingəçevirdə keçirilən görüşündə məğlub olan Kür paytaxtda revanş hissəyi ilə səfər etmişdi. Bu tur ərəfəsində 10 xalla liderlər qrupunda qərarlaşan Qarabağ isə qələbə sayəsində zirvəni ələ keçirmək niyyətində idi. Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan oyuna daha fəal başlayan Mingəçevir handbolçuları təşəbbüsə gələnərək hesabda irəli çıxmağı bacarıblar. Bu üstünlük hissənin sonlarına dək davam etsə də, fasiləyə 5 dəqiqə qalmış daha inamlı oyunu nümayiş etdirməyə başlayan Qarabağ 2 xallıq geriliyi aradan qaldıraraq vəziyyəti dəyişməyə nail olub 15-13. İkinci hissənin əvvəli qonaqların üstünlük şəraitinə keçib. Bunun məntiqi nəticəsi kimi Nasser Saliminin komandası 7 dəqiqəyə yenidən irəli çıxıb. Lakin üstünlük uzun sürməyib. Qarabağın məşqçilər heyətinin oyuna müdaxiləsindən sonra vəziyyət bərabərləşib. Xalaqal prinsiplə davam edən oyunun 58-ci dəqiqəsindək üstünlük gah bu, gah da digər komandanın tərəfində olub. Hesab 23-22 olarkən topu qapı xəttinin keçmədiyini bildirən qonaqlar hakim qərarı ilə razılaşmayıblar. Qərarın dəyişdirilməməsinə etiraz edən Kür son 2 dəqiqənin meydanda mübarizəsiz keçirib. Nəticədə görüş 26-22 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu qələbə sayəsində xallarını sani 12-yə çatdıran Qarabağ vahid liderliyə yüksəlib. Kür isə 6 xalla ilk üçlüyü tamamlayır.